Azərbaycan ilk dəfə İslam istiqrazlarının buraxılışına hazırlaşır. Bu addım maliyyə bazarını necə dəyişəcək? APA Economics'in məlumatına görə Azərbaycan Milli Bankı və İslam İnkişaf Bankı İnstitutu Azərbaycanda bu yeniliyi tətbiq etmək üçün hüquqi çərçivə hazırlayır. 15 ay müddətində icra olunacaq bu layihə İslam maliyyəsi qrantı hesabına maliyyələşəcək. Layihə ölkənin ilk dövlət sukuku emissiyasına hazırlığı, risk idarə etməsinin genişləndirilməsini və şəriət nəzarəti mexanizminin qurulmasını əhatə eləyir. Bəs sukuk nədir? Sukuk və ya İslam istiqrazları faizsiz maliyyə sistemi aləti olub, real aktivlərə və gəlir gətirən layihələrə əsaslanan investisiya formasıdır. Sukuk və digər İslam maliyyə alətləri faizli gəlirlərin şəriətə zidd olması fonunda formalaşıb. Sukuk borc münasibəti yaratmır. Əksinə sahibinə real aktivdə pay imitasiyası və iqtisadi fəaliyyətdən mənfəət paylaşımı imkanı verir. Burada əsas münasibətlər əldə olunan gəlirdən asılı olaraq payçının mənfəəti əsasında hesablamaların aparılması üzərində qurulur. Sabit faiz gəliri nəzərdə tutulmur. Burada əgər gəlir yoxdursa, emissiyaçı, yəni bu qiymətli kağızı istiqrazı emissiya edən tərəf sukuk sahiblərinə hər hansı bir ödəniş həyata keçirmir. Qlobal sukuk bazarının həcmi 2024-cü ildə 900 milyard ABŞ dollarına yaxınlaşıb və onun təxminən 45%-i Malayziyanın payına düşür. İndoneziya yaşıl sukuk emissiyaları vasitəsilə ekoloji layihələri maliyyələşdirir. Türkiyə isə icarə sertifikatları ilə infrastruktur maliyyələşməsini həyata keçirir. Səudiyyə Ərəbistanı real əsaslı sukuk proqramları ilə daxili bazarda likvidlik yaradır və banklar üçün aktiv bazasını genişləndirir. Konservativ sosial qruplar öz vəsaitlərini sukuk maliyyə alətlərində yerləşdirə bilərlər, evlərində saxlamadan. Vəsaitlər bu və digər şəkildə onlara orta uzun müddətli dövrdə gəlir gətirə bilər. Yəni vəsaitlərini daha səmərəli şəkildə idarə etməklə ailə büdcələrinə əlavə gəlir mənbəyi formalaşdıra bilərlər. Kənarda qalan həmin vəsaitlər iqtisadiyyata cəlb edilməklə iqtisadi aktivliyi bu və digər şəkildə dəstəkləyə bilər. İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casir bəyan edib ki, Azərbaycanda sukuk bazarının inkişafı kapital axınını artırmağa, maliyyə inklüzivliyini gücləndirməyə və infrastrukturun maliyyələşməsinə töhfə verəcək. Bu arada Fitch Ratings qeyd eləyir ki, İslam İnkişaf Bankının MDB ölkələrində maliyyələşdirdiyi 9,1 milyard dollarlıq layihələrinin 13,2%-i Azərbaycanın payına düşür.